Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə, süni intellekt texnologiyaları ilə hazırlanan, reallığı əks etdirməyən materialları hazırlayan və ya yayan şəxslər 3000 manatdan 7000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Əgər bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya iki və ya daha çox şəxsə qarşı törədildikdə, o cümlədən şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədi ilə törədildikdə və ya zərər çəkmiş şəxsin xidməti vəzifəsini, ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özü və yaxın qohumlarına qarşı törədilərsə, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə olacaq. Eyni texnologiyalar ilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə nəticələnəcək.